Qoç bürcü 14 oktyabr 2025-ci il. Səhər saatlarında biraz əsəbi və gərgin olacaqsınız. İş tapşırıqları ilə ev problemlərini eyni anda həll etməli olacaqsınız ki, bu da sizi sakitləşdirməyəcək. Günü sizə tanış olan, xüsusi çətinlik yaratmayan, başqalarının iştirakı tələb olunmayan işlərlə başlayın. Bu yolla özünüzü tədricən lazımi ruh halına kökləyə biləcəksiniz. Günün ikinci yarısı daha uğurlu keçəcək. Əksər qoçlar emosiyalarını idarə edə biləcəklər. Ətrafınızdakı insanlarla anlaşmaq və istədiyiniz nəticəni əldə etmək mümkün olacaq. Qohumlar və dostlar sizə kömək etmək istəyəcəklər. Bu çox yerinə düşəcək. Buğa bürcü 14 oktyabr 2025-ci il. Siz ətrafınızdakı insanlarla asanlıqla dil tapa biləcəksiniz. Onları öz tərəfinizə çəkəcəksiniz. Bəzi köhnə rəqibləriniz belə sizin tərəfinizə keçə bilər. Ətrafınızdakı insanların maraqlarını və hisslərini digərlərindən daha yaxşı anlayacaqsınız. Vacib danışıqlar, konferanslar, çıxışlar üçün uğurlu gündür. Bəzi buğalar gözlə görünən gəlir əldə edəcəklər. Əgər sizi ictimai tədbirə dəvət etsələr, imtina etməyin. Siz həm zərifliyiniz, həm də biliyinizlə seçiləcək. Üstəlik faydalı tanışlıqlar da qazana biləcəksiniz. Əkizlər bürcü 14 oktyabr 2025-ci il. Səbirli olun, bugün sizə xüsusilə lazım olacaq. Hadisələr istədiyiniz kimi getməyə bilər. Planlarınızı dəyişməyə məcbur qalacaqsınız. Bəzi işləri təxirə salmalı və ümumiyyətlə ləğv etməli olacaqsınız. Öyrənəcəyiniz yeni faktlar sizi bəzi məsələlərə yenidən baxmağa vadar edəcək. Lazım olan hər şeyi bacaracaqsınız. Amma bunun üçün daha çox vaxt və səy sərf etməyə lazım gələcək. Hər şeydə müsbət tərəf tapmağı bacaran əkizlər bu günü daha rahat keçirəcəklər. Axşam isə dincəlməyib güc toplamaq çox vacibdir. Xərçəng bürcü 14 oktyabr 2025-ci il. Bugün sağlam düşüncənizlə hamını təəccübləndirəcəksiniz. Heç kim sizi aldatmağa müvəffəq olmayacaq. Uzun müddət çətin görünən bir çox məsələni həll edə biləcəksiniz. Müqavilə imzalamaq, işgüzar əlaqələr qurmaq üçün uğurlu gündür. Əmlakla bağlı məsələlərdə də uğurla nəticələnəcək. Təhsil alan və ya ixtisasını artıran xərçənglər üçün yeni bilikləri mənimsəmək asan olacaq. Maliyyə məsələlərində diqqətli olun. Həddindən artıq xərcləmə sizi çətin vəziyyətə sala bilər. Şir bürcü 14 oktyabr 2025-ci il. Günü işləri təxirə salmadan başlayın. Səhər saatlarında özünüzü enerjili və ruh yüksəlliyində hiss edəcəksiniz. Böyük iş həcmini yerinə yetirmək bir sıra çətinliklərin öhdəsindən asanlıqla gəlmək mümkün olacaq. Həmkarlar və tərəfdaşlarla dil tapmaq çətin olmayacaq. Əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Günün ikinci yarısı bir qədər gərgin ola bilər. Yaxınlarınızla fikir ayrılıqları əhvalınızı poza bilər. Bugün şirlərə planlaşdırılmamış alış-verişlərdən uzaq durmaq məsləhətdir. Alınan şeylər uğurlu olmayacaq. Qız bürcü 14 oktyabr 2025-ci il. Günün birinci yarısında vacib işlərə başlamasanız yaxşı olar. Bəzi xırda xoşa gəlməz hadisələr planlarınızı dəyişməyə məcbur edəcək. Bəzi məsələlərə təsir edə bilsəniz də bəzilərini olduğu kimi qəbul etməli olacaqsınız. Xırda detallara fikir verin. Bugün onlar çox mühüm rol oynayacaq. Nəticəsi yalnız sizdən asılı olan işlərə diqqət yetirin. Həmkarlarla münasibətlər isə bəzən gərgin ola bilər. Bütün çətinliklərə baxmayaraq, qızlar gün ərzində planlaşdırdıqları işləri yerinə yetirə biləcəklər. Axşamı sakit keçirmək və yaxınların dəstəyindən yararlanmaq məsləhətdir. Tərəzi bürcü 14 oktyabr 2025-ci il. Bugün ən çətin tapşırıqları belə yerinə yetirə biləcəksiniz. Güclü intuisiya və diqqət sizə düzgün qərar tapmağa kömək edəcək. Hətta ən mürəkkəb vəziyyətlərdə belə. Yeni biliklər öyrənmək, işiniz üçün lazım olan bacarıqları inkişaf etdirmək üçün əlverişli gündür. Təklifləriniz rəhbərlik tərəfindən müsbət qarşılanacaq. Alış-veriş üçün də uğurlu gündür. Lazım olan hər şeyi münasib qiymətə tapa biləcəksiniz. Bəzi tərəzilərə xoş xəbər gələcək. Axşam ev məsələlərinə çox vaxt ayırmaq lazım gələcək. Amma siz bunun öhdəsindən gələcəksiniz. Əqrəb bürcü 14 oktyabr 2025-ci il. Bugün müxtəlif insanlarla asanlıqla ünsiyyət quracaq, bundan zövq alacaqsınız. Danışıqlar, çıxışlar, görüşlər uğurlu keçəcək. Diqqət mərkəzində olmaq sizə çətin gəlməyəcək. Ən çətin suallara belə əminliklə cavab verə bilərsiniz. Ətrafınızdakılar sizə simpatiya və ehtimat göstərəcəklər. Bəzi iş münasibətləri romantik istiqamətə keçə bilər. Günün ikinci yarısında xırda çətinliklər mümkündür. Lakin bunlar ciddi problemlərə səbəb olmayacaq. Tez aradan qalxacaq. Oğatan bürcü 14 oktyabr 2025-ci il. Günün birinci yarısı əsəbi və gərgin keçə bilər. Diqqətinizi toplamaq, düzgün prioritetlər müəyyənləşdirmək çətin olacaq. Əhəmiyyətsiz məsələlər sizi tez-tez yayındıra bilər. Kiçik, amma vacib bir əşyanı itirmək ehtimalı var. Tələsik qərarlar verməyin, çünki səhv ola bilər. Rutinli işlərə fokuslanın. Emosiyalarınıza nəzarət edin. Bir qədər sonra əksər oxatanlar tarazlığı bərpa edəcəklər. Əsas problemləri həll etmək, axşam yaxınların dəstəyini almaq mümkün olacaq.
Oğlaq bürcü 14 oktyabr 2025-ci il. Bugün dolu və uğurlu keçəcək. Gözlədiyinizdən çox iş görəcəksiniz. Uğur sizə hər sahədə kömək edəcək. Xarici tərəfdaşlarla əlaqələr, imzalanan müqavilələr gəlir gətirəcək. Bir çox oğlaqlar nüfuzlu şəxslərin dəstəyini qazanacaqlar. Hüquqi məsələlər də müsbət həll olunacaq. Uzaq şəhərlər və ezamiyyətlər uğurlu keçəcək. Günün ikinci yarısında bir qədər sakitləşmək, qərarları diqqətlə düşünmək, axşam istirahət etmək daha məqsədə uyğundur. Dolça bürcü 14 oktyabr 2025-ci il. Günü sakit və sizə tanış olan işlərlə başlayın. Bugün emosiyalarınızı idarə etmək, vəziyyəti obyektiv qiymətləndirmək çətin ola bilər. Rəhbərlik və həmkarlarla münaqişələrdən uzaq durun. Pozitiv əhval-ruhiyyədə qalmağa çalışın. Günün qalan hissəsi uğurlu keçəcək. Özünü ələ ala bilən dolçalar bir çox vacib məsələləri uğurla həll edəcəklər. Qərar verməzdən əvvəl tələsməyin. Bütün riskləri ölçüb biçin. Maraqlı tanışlıqlar mümkündür. Bunlar gələcəkdə faydalı əməkdaşlığa çevrilə bilər. Balıqlar bürcü 14 oktyabr 2025-ci il. Günün birinci yarısında ətrafınızdakı insanlarla mübahisələrdən qaçmaq çətin olacaq. Amma ciddi qarşıdurmaların qarşısını almaq sizin ixtiyarınızdadır. Mümkünsə, başqalarının iştirakı tələb olunmayan işlərlə məşğul olun. Kiçik maliyyə çətinlikləri yarana bilər. Amma təmkinli davransanız onları asanlıqla aradan qaldıracaqsınız. Günün ikinci yarısı daha məhsuldar keçəcək. Vacib müqavilələr bağlamaq, uğurlu danışıqlar aparmaq mümkün olacaq. Axşam isə yaşlı qohumlara vaxt ayırmaq lazım gələcək. Amma bunun üçün həm gücünüz, həm də istəyiniz olacaq.